Amma yerlərdə olan aidiyyatı qurumlar bilməmək, xalqa qənim kəsilib bilər, neyini bilər? Bu nə deməkdir? Təhsil naziri ötən gün Xankəndidə tonqal üzərindən atılırdı. Çox gözəl, ağırlığımız, uğurluğumuz qalsın. Amma yüngülləşdirək də imtahanları yüngülləşdirək. Qoyaq da ağırlıqlarımızın hamısı. Elm və Təhsil Nazirinin dediyi başqa şeydir. Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədrinin dediyi başqa şeydir. Təsəvvür edirsiniz, 2 dənə böyük təhsillə bağlı qurum var Azərbaycanda. İkisi də elə bil ki, bir-birinə zid gedir. Məktəblərdə başqa şey öyrədilir, imtahana başqa şey salınır. Siz çox xahiş edin, bir ortaq məxrəci tapın, bir-birinizlə dostlaşın, bir stol arxasında oturun. Hətta belə, bilmirəm, indi mən də belə deyək də, o qulağımın şahidiyəm, belə ağızdan eşidirəm də sözləri. Deyirlər, bu iki qurum ümumiyyətlə bir-birini qəbul eləmir də. Bir yerdə ki, 2 ağa oldusa, o mümkün deyil axı. O deyir ki, mənim ürəyim belə istəyir. Bu da deyir ki, yox, mənim də ürəyim belə istəyir. Elə təhsilə yanaşmaq olmaz. Təhsil bir dövlətin gələcəyidir. Siz oyunla oynaya bilməzsiniz. Gənclərin gələcəyidir. Siz oyunla oynaya bilməzsiniz. Sonra da deyirlər ki, Azərbaycan gənci niyə xaricə üst tutur? Azərbaycan gəncinə onsuz da sən xarici suallar salırsan. Elə də o burada cavab verənsə, qeyb oturub orada qəşəng oxuyacaq. Təqaüdünü də yaxşı alacaq. Nə bilim, bütün lazım olan tələbə üçün kompensasiyalardan da istifadə olunacaq.